القرآن ترتيلا بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. اعوذ بالله من الشیطان الرجیم. ان الذين جاءوا بالافک عصبة منکم لا تحسبوه شرا لكم. Ayə 11 Nur surəsindən. Bu surədə əxlaq paçlığı cəmiyyətdə və ailədə ki, adına iffət deyərlər. İnsanın müxtəlif sahələri var. İnsan elmi sahəsi var. Elmi tərəfdən yüksəlməlidir, inkişaf eləməlidir. İnsanın bir sahəsi də budur ki, nəfsini kontrol eləsin. Şəhvəti kontrol olsun. İslam gəlməyib insanın şəhvətini öldürsün, nəfsini öldürsün. Amma gəlib nəfsini kontrol eləsin, nizarət eləsin. Çünki nəfs kontrol olmasa, başqa sahələrin hamısını yandırar. İnsanın ağlını da yandırar. İnsanın elmi dalınca, inkişaf dalınca, insafın da başqa sahələr də yanar. Hamısı qulluq eləyər bu sahəyə. Ona görə kontrol, nizarət. Ona görə İslam əxlaqsızlığı cəmiyyətdə günah sayır bir, cəza təyin edib iki, əxlaqsızlığı yayan başqa insanlara, yəni bu sahədə ləkkə yaxan başqa insanlara, töhmət vuran başqa insanlara, buna da cəza tətbiq edibdir. Ailə mühitində bir sıra qanunlar tətbiq edib, ta insanlar ağızlarından diqqətləri olsun. İndi birindən küsdü, incidi, ailə çətinlik oldu, ona töhmət vurmasın rahatcəsinə, əxlaqsızlıq töhmətləri vurmasın. Bunlar hamısı bu xatirədir ki, cəmiyyətdə, ailədə bu əxlaq paçlığı bir böyük sərmayədir və qorulmalıdır. Bir cərəyan da İslam tarixində buna uyğun Peyğəmbər dövründə baş tutubdur. Yine cəhliblər hətta Peyğəmbərin yaxınlarına, həyat yoldaşına belənci bir töhməti vurublar. Münafiqlər fürsət axtarardılar, İslam'a zərbə vursunlar. İndi müxtəlif yollarla bu fürsət vardı. Bu özü bir geniş bir mübahisədir. Münafiqlər Quranda və İslam tarixində. Buna geniş bir söhbətlər lazımdır, cələsələr lazımdır, kitablar lazımdır. Bunlar nə işlər gördülər? Təəssüflər bəzən bu sahə çox araşdırılmır. Görürsən bir Peyğəmbər barəsində kino çəkilir, məruf bir Peyğəmbərin kinosu məsələn çəkilir. Orada elə bir təkcə iki qrup var. Bir qrup mömin müsəlmandır, bir qrup da kafir bütpərəstdir. Bu Quran və tarixlə uyğun bir kino olmur axı. Münafiq var, münafiq ayələri var, münafiqlərin müxtəlif hərəkətləri var, müxtəlif təxribatları vardı. İslam tarixində Peyğəmbərin özünün dövründə 300 nəfər bir yerdə bunlar Uhud müharibəsində qayıdırlar. Onda görə Uhud döyüşənlər İslam tərəfindən 1000 nəfərdən yenir 700 nəfərə. Abdullah ibn Ubeyyin bu işi müdiriyyət eləməyi ilə, münafiqlərin başçılığı eləməyi ilə bu işi görürlər. Yəni bir müharibədə 1000 nəfərdən 3dən 1-ə yaxın qayda böyük bir zərbə, bir qoşunadır.
yaxud bəzən bu münafiqlər Məkkə bütpərəstləri ilə, müşrikləri ilə xüsusi iclaslar qurublar, xüsusi əlaqələr yaradıblar. Və bu sirləri bəzən çatdırıblar onlara. Bu özü böyük bir təhlükələr idi, təxribatlar idi Peyğəmbər dövründə və İslamın inkişafına böyük daşatmalar idi ki, münafiqlər tərəfindən olmuşdu. Onlardan biri də bu cərəyandır ki, Allah-u Teala bu ayələrdə gətirir. Adı bu ayələrin efq ayələridir. Çünki efq söz işlənib burada və tarixdə də efq hekayəsi, efq cərəyanı deyərlər. Efq yəni ağır yalan, böyük töhmət. Efq. Peyğəmbərin dövründə bir müharibələrin birində Peyğəmbərin həyat yoldaşlarından biri müharibədə ki, bu da gəlmişdi qoşunundan, indi qoşundan bir zərrə kənarda idi. İndi biz adı itmişdi, axtarırdı, tapırsın, qoşun qeyddi. Bir şəxs Səffan adında ki, qalanları gəlirdi, aparsın, mümkündür, qoşundan adamlar qalıbdı. Bu Peyğəmbərin həyat yoldaşını görür və bununla gəlirlər Mədiniyə. Qoşun qaydəndən sonra. Mədiniyə gələndə Səffan və Peyğəmbərin həyat yoldaşı başlayırlar münafiqlər töhmət vurmağa ki, bu pəs bir xanım deyil. Səffan da töhmət vururlar, Peyğəmbərin xanımına töhmət vururlar. Əlbəttə bu hansı xanımıdır Peyğəmbərin? İxtilaf var hədislərdə və təfsir aləmində iki xanım adlandırılır buna. Peyğəmbərin iki həyat yoldaşlarından biri. İndi adları da təfsirlərdə vardı. İndi hələ o iki dənə hansıdır, önəmli deyil. Amma bu iki Peyğəmbərin həyat yoldaşına cürət eləyələr, belənci bir əxlaqsız bir sifəti deyələr, töhməti vuralar ki, istər hansı ola, Mariyə Qibti ola ya hansı ola, fərqi yoxdur. Bu, İslam tarixində və təfsirlərdə iki növ nəzəriyyə vardı. Hədislərdə iki növ rivayət vardı. Münafiqlər başladılar bunu yaymağa. Ki, bir növ öz baxışlarında fürsət tapdılar Peyğəmbəri təxrib eləməyə şəxsiyyətini. Peyğəmbərin həyat yoldaşının vasitəsilə. Uzun müddət də çəkdi. Bəzi nəqllərdə bir 40 gün çəkdi. Bu işi idarə edənlər 7 nəfərdən, 10 nəfərdən bir qrup idilər. Quran burada deyir, bir qrup idi. İndi mümkündür, bir nəfərdən bunlar göstəriş alırdılar. Hər halda bir qruplaşmışdılar, təşkilatlaşmışdılar. Bir şəxsi bir hərəkət deyildi. Bir qrup bir hərəkət idi. Allah-u Teala burada bu ayələri nazil elədi. İnnellezine ca'u bil efk, onlar ki efk gətirdilər, bu töhməti cəmiyyətdə gətirib yaydılar. Osbetun minkum, bunlar kafirlər deyildilər, bir qrup sizdən idi. Əcib sözdür. Müsəlmanların içindən bir qrup. Bu iki tamamı Peyğəmbərin dövründə, Peyğəmbərin kənarında olan adamları hamısını biz adil sayaq, ədalətli sayaq, bu ayə ilə və buna tay ayələrlə uyğun deyil. Deyir, onlar ki bu töhməti Peyğəmbərin həyat yoldaşına bu əxlaqsız ləkkəni istədilər cəmiyyətdə yaysınlar, bir qrup sizdən idilər. Osbetun minkum. Əlbəttə siz bunu xeyr bilin, şərri bilməyin. Düzdür, onlar Peyğəmbərin təxribatı üçün bunu yaydılar. Amma la təhsəbuhu şərrən ləkum. Bunu özünüzə şər xiyal eləməyin, hesablamayın. Bəl huvə xeyrun ləkum. Bu sizə xeyrilidir. İndi xeyri nədir? İki dənə xeyri var.
ayənin gələcəyində, bu ayələr ki gələcəkdir, bu efk hekayəsində 2 dənə xeyir görünür. Bir budur ki, bu yayılmada dildən dilə bu məsələ yayıldı. İnsanlar araşdırmadan, təhqiq eləmədən elə bu eşitdilər, yaydılar. Bir növ müsəlmanlara Allah-u Teala burada istəyir danlasın. Deyirsiniz, niyə bu məsələni elə fəuri qəbul elədiniz, yaydınız? Niyə araşdırmadınız? Niyə məsələyə şahid istəmədiniz? Niyə sübut istəmədiniz? Elə eşitdiniz, dediniz, mən də eşitmişəm də. İnsan məgər hər eşitdiyini qəbul eləyər və hər eşitdiyini qəbul eləyəndən sonra yayay. Hatta mümkündür bir zat düzdür ola, bizim vəzifəmiz olmaya yayaq. Hələ bu içi yalan idi. Geçmiş ayələrdə ərz elədi, mümkündür insan bir şeyi düz gözü ilə görə. Amma haqqı yoxdur yaysın. Bu şəxsi bir gizli günah idi. Sən cəmiyyətdə bunu şəxsi ləkkələdin. Cəmiyyətdə bu günahla tanınmırdı. Sən onun abrısını apardın. Hətta insan bəzən qəbul eləsə də yaymaq haqqı yoxdur. Hələ burada qəbul eləməyə də sübut yox idi. Bu yalandır. Quran deyir, bu yalan söz idi. Efk idi. Efk yəni yalan. Özdə böyük yalan. Çünki Peyğəmbərin həyat yoldaşına və nəticədə Peyğəmbərin özünə o ləkkələndirmək idi. Təhqir eləmək idi. Peyğəmbəri təxrib eləmək idi. Deyir, əvvəla bir nüktəsi bu idi ki, siz diqqətli olun və tez təbliğatı, tez sözləri qəbul eləməyin. İndiki dünya beləncidir. Xüsusilə indiki dünyada bu saytlar, bu bir növ məcazi fəzada, bu internet fəzasında, qloballaşma aləmində sözlər daha tez yayılır. Yalan sözlər daha tez çoxalır. Bizim vəzifəmiz bu da ki, hər nə eşitdik, tazadan o da bizdə yayaq. Və soruşsalar deyəsən, eşitmişəm. Eşitmişəm, bizə bu icazə sadir eləməz, bu izn olmazsa yayaq. İnsan bəzən eşitmişəmi gərək qoymaya yaysın. Hətta Quran burada ayrı sözdə deyir. İndi inşallah gələcək ayələrdə oxuyacaq. Quran deyir, burada gərək difa eləyəsən, nə hətta susasan. Burada üçün istəyirlər ləkkələsinlər Peyğəmbəri, istəyirlər təxribat Peyğəmbərin əleyhinə düzəlsinlər. Burada ona görə Peyğəmbər mərkəzi töhmətdə qərar tapıbdır. Ona görə Allah-u Teala möminləri danlayır. Dini eşidəndə siz demədiniz bu yalandır. Yəni vəzifə özdə deyəsiniz bu yalandır. Nəinki deyəsiniz eşitmişəm qoy yayım. Bu bir məsələ. İkinci məsələ də ki, bu sizə xeyirlidir, budur ki, münafiqlərin və onlar ki, bu işi idarə elədilər, 7 nəfər idi, 10 nəfər idi, bunlar tanındı. İslam cəmiyyətində bunların sözlərinin etibarı da aradan getdi. Pəs hadisələrdə insanlar tanınar da, bu hadisə də onların nifaqını üzə çıxartdı və onların bu iki Peyğəmbərə qəsdi qərəzləri vardı, bu iki İslama qəsdi qərəzləri vardı, bu hadisə görsətdi. Bunlar bir yaxşı bəhanə tapdılar öz baxımlarından, Peyğəmbəri təxrib eləsinlər. Amma 2 xeyr var idi. Bir sizə xeyr var idi, biraz gəlin yuxarıya, hər zadı qəbul eləməyin, hər zadı yaymayın, araşdırmaq axtarın, sübut istəyin, hətta bəzən açıqcasına deyin yalandır. Bu bir. İkincisi də budur ki, bəzi insanlar hadisələrdə nifaqları tanınar və bu hadisə də səbəb oldu bir sıra insanların yalancı olmaqlarını, münafiq olmaqları görünsün. Ona görə buyurur ki, la təhsəbuhu şərrən ləkum. Siz bunu özünüzə şərr bilməyin, bəl huvə xeyrun ləkum. Bu sizə çox xeyirlidir. لِكُلِّ اِمْرِئٍ مِّنْهُمْ مَكْتَسَبَ مِنَ الْاِسْمِ. Bu hadisədə ki, yaydılar, bəzisi bu hadisəni başçılıq eləyirdi, bəzisi bu hadisədə
cahilcəsinə yayırdı, eşitmişdi, dedi və eşitdiyini yaymaq olar. Bəzisi qərəzli, bəzisi cəhalət ilə. O ki qərəzli idi, müdir idi, idarə eləyənlər idi. O ki cəhalət ilə adi cəmaat idi, qərə cəmaat idi. Deyir, hər ikisində günahı var. Belə deyir ki, bunun günahı onu o götürər. Onun bəli, günahı iki qəddir. O ki qərəzli yayır, o günahı çoxdur ondan ki cəhalətdən yayır. Buyurur, لِكُلِّ رَيْمْ مِنْهُمْ مَكْتَسَبَ مِنَ الْإِسْمِ. Hər birisi bunların, bu şəxsilərin o qədər ki günah qazanıblar, o günah onuncudur. Ayrılmaz ondan. İnsan nə qədər günah yığır, o günah özünündür. La təziru vazirətun vizrə uxra. Başqası o yükü götürməyəcək. Amma fərq eləyir, cəhalətdən bir işi yığasan, ya qərəzdən və ədavətdən bir işi yığasan, nifaqdan və inaddan bir işi yığasan. Günahlar da dərəcələri bir cür fərq edir. Amma hamısının özünə uyğun dərəcəsində bunun cəzası var, axirətdə bunun əzabı var. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. Rahman ya Rahman, sa'idni ya Rahman, اشرح صدري قرآن واسق حياتي